Tısbağa Tutu ve ilk mahnısı. Uzaq bir meşədə Tutu adlı balaca bir tısbağa yaşayırdı. Tutu mahnı oxumağı çox sevirdi, amma bunu heç kim bilmirdi. O həmişə mahnı oxuyanda öz qabığında gizlənirdi ki, heç kim onu eşitməsin. Çünki utanırdı. Bir gün meşədə böyük bahar bayramı elan olundu. Bütün heyvanlardan öz istedadlarını göstərmələri istənildi. Kimisi rəqs edəcəkdi, kimisi şəkil çəkəcəkdi, kimisi də şeir deyəcəkdi. Tutu da iştirak etmək istirdi, amma qarnında qəribə bir qıdıqlanma hiss etdi. O utanırdı. Bəs birdən oxuya bilməsəm, bəs mahnım kiminsə xoşuna gəlməsə, bəs birdən mənə gülsələr, deyə düşündü. Tutunun dostu Kirpi Kiki bayramda şeir söyləməyə hazırlaşırdı. O, Tutunun gözəl səsi olduğunu bilirdi və Tutuya onunla birlikdə bayrama gedib orada mahnı oxumağı təklif etdi. Tutunun tərəddüdlərini görüb sakitcə dedi: "Mən də əvvəlcə çox utanırdım, amma sonra düşündüm ki, əgər bu mənə sevinç gətirirsə, demək bunu sınamağa dəyər," dedi Kiki və sonra gülümsəyərək əlavə etdi: "Məsələn, oxuyanda gözlərini bağla və təsəvvür et ki, çiçəklərlə dolu bir çəməndə təkcə sən varsan. Ya da tamaşaçılar arasında məni tap və yalnız mənə bax. Elə düşün ki, sanki orada məndən və səndən başqa heç kim yoxdur." Tutu biraz düşündü və sonunda razılaşdı. Onlar Kiki ilə birlikdə məşq etməyə başladılar. Nəhayət, bahar bayramı gəlib çatdı. Meşə bənövşəyi, sarı və yaşıl rənglərə bürünmüşdü. Hər yerdə gönçələr açır, quşlar oxuyur, balaca sincablar rəngli lentlərlə ağacları bəzəyirdi. Tutu və Kiki əl-ələ tutaraq bayram meydanına gəldilər. Bura o qədər sevincli və gürultulu idi ki, Tutunun qarnındakı qıdıqlanma biraz da artdı. Amma Kiki ona sakitcə gülümsədi və dedi: "Nə olursa olsun biz buradayıq. Bu sənin anındır." Heyvanlar bir-bir səhnəyə çıxırdılar. Balaca dovşanlar rəqs etdi. Bülbül gözəl bir musiqi ifa etdi. Kirpi Kiki öz ürəkli səsi ilə yaz haqqında bir şeir söylədi. Və nəhayət, Bayquş müəllim adını səslədi. İndi isə səhnəyə Tutu çıxır. Tutu yerindən qalxanda ürəyi bərk döyünməyə başladı. Əlləri və ayaqları titrəyirdi. "Birdən səsim çıxmaz, birdən hamı mənə gülər," deyə düşündü. Bayquş müəllim onun tərəddüd etdiyini gördü və mehribanlıqla dedi: "Tutu, tələsməyə ehtiyac yoxdur. İstəsən əvvəlcə sadəcə səhnəyə çıxıb biraz dayana bilərsən." Sonra tamaşaçılara tərəf döndü. "Gəlin Tutunu alqışlarla dəstəkləyək." Zal alqış səsləri ilə doldu. Tutu təəccüblə və sevinclə başını qaldırdı. Üzlərdə təbəssüm, gözlərdə sevgi gördü. Zal tədricən sakitləşdi. Alqışlar yavaş-yavaş səngidi. Tutu səhnənin ortasında dayanıb dərindən nəfəs aldı və mahnısına başladı. Əvvəl səsi biraz titrədi, sonra melodiyası gücləndi, ürəyindən gəldi və bütün meşəyə yayıldı. Mahnı bitəndə bir anlıq sükut oldu və sonra alqışlar. Bütün heyvanlar ayağa qalxıb Tutuya əl çaldılar. Bayquş müəllim göz yaşlarını silirdi. Kiki səhnənin kənarında gülümsəyirdi və fısıldadı: "Mən demişdim sən bacaracaqsan." Tutu da gülümsədi. "Mən utanırdım, amma bacardım," dedi fəxrlə.